Sabah ölkə ərazisində arabir yağış yağacaq. Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 22-27 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu 13-17 dərəcə isti olacaq. Məlumata görə sabah Azərbaycanın bəzi rayonlarında da fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli, leysan xarakterli olacaq. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 13-17, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.